Ramazan ilə bağlı olan növbəti məsələmiz, dəyərli dinləyicilər, görürsən ki, Ramazan ayı yaxınlaşdıqca bəzi müsəlmanların bəhanələri artmağa başlayır, bəhanələri ortaya çıxır. Kimisi görürsən işi bəhanə gətirir, xüsusi ki, oruç tutmasında. Kimisi işin ağırlığını bəhanə gətirir, kimisi baxırsan ki, zahirən sağlamdır, amma deyir, yox, xəstəyəm, mən oruç tuta bilməyəcəm. Yoxud da kimisi görürsən bundan daha şiddətlisini, deyir, siqaret çəkirəm, ona görə bilmirəm necə olacaq, siqaretsiz qala bilmirəm. Bu şeyləri bəhanə gətirərək görürsən ki, Allah Taala'nın əmr etdiyi bu oruc ibadət. Həqiqətən də dinimiz asandır. Allah Subhanahu va Taala rəhimli, mərhəmətlidir. Əgər bir insan həqiqətən də üzrü varsa, xəstədirsə, əlhamdülillah şəriət onun üçün kəffarələr təyin etmişdir ki, əgər oruç tuta bilmirsənsə, kəffarələr ödəməklə sən o oruc tutan kimsənin mükafatını, savabını qazanmış olursan. Lakin həqiqətən də bu doğru bir, düzgün bir şəkildə olmalıdır. Yəni insan yalan danışmamalıdır, aldatmamalıdır. Sən zahirən məni aldada bilərsən öz sözlərinlə. Mən inana bilərəm ki, həqiqətən sən xəstəsən və yaxud işin ağırdır. Deyə bilərəm ki, sən kəffarə ödə. Amma Allah Subhanahu va Taala insanın qəlbində olanları bilir. Bilir ki, sən bunu yalandan edirsən, yoxsa doğrudan da sənin üzrün var. Ona görə insan nədir? Allah ilə səmimi olmalıdır. İnsan Rəbbi ilə səmimi olmalıdır. Çünki Ramazan orucu fərz olan bir ibadətdir. Bunda heç bir ixtilaf yoxdur. Bütün əhl-i imamları ittifaq ediblər ki, Ramazan orucu hər bir həddi buluğa çatan, ağlı başında olan müsəlmana fərz olan ibadətdir. Deməli, əgər bu ibadət fərzdirsə, kim bu ibadəti üzrü olmadan tərk edəcəksə, böyük günah sahibidir. O insan böyük günah qazanır. Və bu barədə də dəlillər çoxdur. Hətta bəzi alimlər Ramazan orucunu bilərəkdən üzrü olmadan tərk edəni, buraxanın günahının içki içən, adam öldürənin, faiz yiyənin günahından daha şiddətli olduğunu söyləyibdir. Necə ki, İbn Həzər rahimehullah söyləyib. Və həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, əgər Allah Resulü sallallahu əleyhi və səlləm buyurur ki, Cəbrail əleyhissalam gəldi, bilirsiniz ki, Peyğəmbər sallallahu əleyhi və səlləm yuxularını sahabələrinə danışmağı sevərdi. Və deyir ki, bir gecə Cəbrail əleyhissalam gəldi və məni çıxılması çətin olan bir təpənin üzərinə qaldırdı. Və gördüm ki, başı aşağı sallanmış bəzi insanlar varsa, hansı ki, ağızları da qan içərisindədir. Və mən soruşdum ki, bunlar kimlərdir? Dedilər ki, bunlar oruc açmaları halal olmadan öncə oruclarını açan kimsələrdir. Və bu hədisləri əsasən söyləyiblər ki, alimlər, Ramazan orucu vacib, fərzdir və kim onu tərk edərsə, buraxarsa heç bir üzrü olmadan böyük günah sahibidir. İldə bir dəfə olan, bir ay olan bir ibadətdir. Və xeyri, bərəkəti bol olan bir ibadətdir. Rəbbindən güc, qüvvət istəyərək çalış bu ayın orucunun etkinlərini tutasan. Ramazan ilə bağlı olan məsələlərdən dəyərli dinləyicilər soruşurlar. Bu günləri əlhamdülillah bizdə yəni niyyət axşamıdır. Niyyət məsələsidir ki, bəzi müsəlmanlar soruşurlar ki, niyyəti bir aylıq edək, yoxsa hər gün mü niyyət edək? Bu məsələdə alimlər söyləyirlər ki, ilk öncə niyyət qəlbdə olmalı, dildə yox. Yəni, səslə niyyəti səsləndirərək deməməlisən. İnsanın içərisində, qəlbində Allah üçün bir ay oruç tutmaq, Ramazan ayının bir ay oruç tutmaq niyyəti olmalıdır. Və sənin bir ay oruç tutmaq niyyətin varsa, yəni ehtiyac yoxdur hər gün niyyətini yeniləməyə və yaxud da təzələməyə. Nə zaman alimlər söyləyiblər ki, niyyəti təzələmək olar? Əgər, burada bir məsələyə diqqət edin, əgər deməli, onun orucu Ramazan ayı əsnasında müəyyən bir səbəb üzündən kəsilərsə, misal üçün, Ramazan ayının orucunu 10 gün tutmuşsan və sonra xəstəlik və yaxud da qadınlarda heyzdir və s. səbəblərdən orucun kəsildi, orucunu saxladın. Ondan sonra, yəni xəstəlik bitəndən sonra, ya da nifas qanı, heyz qanı bitəndən sonra alimlər söyləyirlər ki, niyyətini etmək lazımdır, təzələmək lazımdır. Çünki onun orucu səbəb üzündən kəsilmişdir və buna görə də niyyəti yeniləmək lazımdır ki, bundan sonra oruca davam edəsən. Və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, oruç tutmaq üçün gecəni niyyətlə keçirməyənin orucu oruc deyildir. Ona görə də yəni bu günləri müsəlmanlar niyyət edirlər Allah üçün bir ay oruç tutacaq və bir ay boyunca da
o niyyət sənə bəs edir və hər gün təzələməyə ehtiyac yoxdur. Və bu cür məsələlərə dəyərli dinləyicilər çalışacağıq ki, qısa videolar çəkərək toxunaq ki, müsəlmanlar üçün nədir? Faydalı olsun. Allah sizdən razı olsun. Allaha əmanət olun. Esselamu aleyküm və rahmetullah.